Rusca danışmaq tarixi vərdişdir. Xeyr. Məncə də yox. Seçim ola bilər. Məncə hə. Mən belə düşünürəm. Cavablarınızı əsaslandırmanızı istəyirəm. Rus dili həmişə olmayıb bu regionda, amma türk dili olub. Azərbaycan dili olub. Tarixi vərdişçi həmişə Azərbaycan dilində danışmaq lazımdır. Məncə bir seçimdir. Yəni valideyn tərəfindən edilən seçim, övlad tərəfindən edilən seçim. Daha çox valideyn tərəfindən təbii ki. Bu Azərbaycan bölməsi, Rus bölməsi məsələsi. Yəni Sovet dövründə yaşayan insanlar, belə deyək də, o dövrdə təhsil alan, Rus dilini təhsil alan insanlar öz övladlarını iki dillərə yönləndirə bilərlər. Rus dilinə də, Azərbaycan dilinə də. Əslində tarixi seçim deyəndə bu tarixi nə qədər böyük müddətə yaydığımız önəmlidir məncə. Yəni mən Çar dövrünü, Sovet dövrünü nəzərdə tutub deyirəm ki, bu seçimdir, tarixi vərdişdir daha doğrusu. Çünki məsələn Çar dövründə deməyək biz indi o nəsli görmürük. Amma Sovet dövründə yaşayan insanların əksəriyyəti indi də yaşayır və biz onların danışığında həmin vərdişləri görürük. İstər dövlət işlərində, istər təhsillə bağlı, istər kitab, film fərqi yoxdur. Yəni incəsənətlə bağlı bu insanların beynində formalaşan budur ki, Rus dilində danışanda məni cəmiyyət qəbul eləyir. Azərbaycanca danışsam ətrafım, çevrəm məni başa düşməyəcək və yaxud məni qınayacaq. Bu baxımdan ən azından o nəsil üçün tarixi vərdiş olduğuna inanıram. Azərbaycanın tolerant ölkə olması dilə necə təsir edir? Məsələn, biz ötən dəfə danışdıq ki, Türkiyəlilər qədər dilimizi qorumuruq, yəni daha belə bir qədər radikal yanaşmırıq. Kimsə başqa dildə danışanda onu düzəltmirik ki, sən burdasansa bizim dilimizdə danışmalısan demirik. Bir növ bizim tolerant ölkə olmamızdan, belə bir millət olmamızdan irəli gələ bilər. Bəlkə biz tolerantlığı səhv başa düşürük. Məncə də. Hörmətlə yanaşmaq başqa şeydir. Öz milli mənsubiyyətini o hörmətlə yanaşdığın şeyə dəyişmək başqa bir şeydir. Yəni biz deyə bilmərik ki, Türkiyəlilər tolerant deyil. Ancaq dillərinə qarşı xüsusi bir Türklər tolerant deyil deyə bilmərik, amma özlərinə qarşı tolerant olduqlarından da daha çox diqqətlidirlər. Özlərini sadəcə arada xərcləmirlər belə deyə. Məncə onların tolerantlığı daha çox dil və vətən kontekstindədir. Yəni mədəni cəhətdən düşünmürəm. Onlar da qaçmağa, onlar da digər tərəfə meylənməyə, digər tərəfə yanaşmağa meyillidirlər. Amma bu din və vətən, bayraq deyirik, məsələn Türkiyədə, Türkiyəlilərdə daha çox gözə çarpır. Dil də bunların başlıca səbəbidir. Azərbaycanda isə belə deyil. Azərbaycanda ümumiyyətlə o dəfə çəkdiyim misallardan var idi. Bu böyük bir imperiya olmağının da ənənələrini daşıyırlar üzərlərində. Biz bu dildə danışmalıyıq. Bu misal çəkmişdim Bayrabolçadan, digər məsələlərdən və məcburiyyət olmadan sadəcə səni o dildə məruz qoyurlar və səni o dildə danışmağa başlayırsan. Nəticə yəni istəklərinə nail olurlar. Yəni Azərbaycan olaraq məsələn, ölkə olaraq məsələn deyək də, biz onlar qədər bu məsələdə tələbkar deyilik. Özümüzə qarşı tələbkar deyilik. Yəni bu nədən irəli gəlir? Onu axtarırıq. Tolerant olmaqdan. Tolerant olmaqdan da əlavə digər ölkələri sevməkdən. Sevgiyə yəni mənim çox Yaxşı, biz digər ölkələri özümüzdən daha çox mu sevirik? Əlbəttə. Azərbaycanda Türkiyəni sevən çox milyonlarla insan var. Azərbaycanda Rus mədəniyyətini sevən nə qədər insan tanıyıram mən. Yəni sevmək pis bir şey deyil təbii ki. Mən yaxın çevrəmdə bir neçə dostum var ki, o Rus dilində danışır. Rus dilində tədris edənlər də var. Amma Azərbaycanca danışırıq öz aramızda. Və o hər iki şəxs Rus dilini bilə bilər, Azərbaycanca danışır. Amma baxırsan ki, içəridə Sovet İttifaqını sevənlər də, yaxşı tərəflərini qabardanlar da çoxdur. Və bəzi nüanslarda ölkəni qabağa çəkən, o dediyim imperiya məsələlərini qabardan şəxslər də çoxdur. Amma Azərbaycan dilində danışırıq. Çünki Azərbaycanı ölkə olaraq öz ölkəmizi sevirik. Amma bizim burada toxunmağımız məsələ nədir? Biz məsəl üçün o Rus dilində danışmağı sevən insanların əksəriyyəti, türk dilində danışmağı sevən insan əksəriyyəti, əksər hallarda belə deyək də, ailədən də çox Rus dili ailədən gəlir. Düşünmürəm Rus dili türk dili qədər və Rusiya Türkiyə qədər sevilir bu ölkədə. Mümkünatı yoxdur o qədər. Yaxın belə durmaz. Amma türk dilinə qarşı bizim Türkiyə simpatiyamız olduğu üçün bu qədər danışılır. Rus dili isə bayaq qeyd etdiyim kimi seçimlərlə, bizdən asılı olmayan seçimlərlə. Şəxsən mənim valideynim məsəl üçün Rus dilində tədris alsaydı, hər iki valideynim təbii ki, atam təhsil alıb və Rus dili bizim evdə hakim olsaydı, böyük ehtimalla mən də Rus sektoruna girib Rus dilində tədris alacaqdım. Rus sektor deyil. Sektorda var. Yəni Rus sektoruna təhsil alacaqdım.
Artıq ondan sonra bəs düşünürəm, mən bu ölkəni nə qədər sevirəm, ondan sonra özümü sorğulaya bilərdim. Amma mən məsəl üçün özümü tanıyan bir insan olaraq o məsələlərdə təbii ki, o özünü sevməyə daha çox göstərərdim, nəinki dili və digər bir şeyi. Yəni bu məncə seçimlərdən də əlavə digər dediyim faktorlara qaynaqlanır, sevgi kimi, simpatiya kimi. Yəni sevirik deyə biz başqa ölkə dilində danışmağa meyilli oluruq. Başqa ölkə dediyim, yəni rus və türk dilində. Çünki ingilis dilində Məncə daha bir başqa variant da var. Yəni nə Rusiyanın, nə oranın mədəniyyətini, nə hər hansı bir millətini, həmçinin də Türkiyəni, nə mədəniyyətini, nə ölkə olaraq Türkiyəni sevməyən insanlar var. Sırf Azərbaycan dilində yox, başqa dildə danışmaq üçün o dillərə müraciət edən insanlar var. düşünmürəm. Məncə var. Sayıları çox az. Varsa da. Biz ötən Ola bilər, çox ola bilər. Qısa danışdıq ki, cool görünmək və sair məsələlərinə toxunduqda, amma məncə bu zihniyyətdə, bu düşüncədə, şuurda olan bir insan məncə nə Türkiyəni sevir, nə Rusiyanı sevir. Sən deyən məsələ Azərbaycanı sevir. Sən deyən məsələ bir hansı halda ola bilər? Azərbaycan dilində rəylərdə var idi. Mən yaxın bildiyim insanlara bu sözü işlədirəm. O cür ola bilər məsəl üçün də. Yaxud Azərbaycan dilində sözlər var ki, onun rus və türk dilindəki şeylər daha yaxşıdır. Bax, dil seçiminə emosional yükü emosional yük qatan insanlar. Məsələn, xüsusi səbəbləri olur. Daha çox bayaq sakit dedi aramızda danışanda ki, qızlar daha çox türk dilində şirin görünmək üçün danışır. Burada artıq hər hansı bir Azərbaycan dilini sevməyən, nə bilim, Türkiyəni daha çox sevən qəlbini ora məncə qoymamalıdır. Azərbaycan dilini sevməyən yox. Onun səbəbi başqadır. Yox, Türkiyə Azərbaycanı da sevib, eyni zamanda Türkiyəni sevən çox insan ola bilər. Amma məsələn seçim olaraq təbii ki, bu insanlar rəylərdə, digər şeylərdə olsun, türk dilində bir-birinə kompliment etməyi sevirlər, nəinki Azərbaycan dilində. Yəni məsəl üçün da deməyim o sözlərdə türk dilində, Azərbaycan dilində, Azərbaycanla qarşılığı olan sözlər var məsəl üçün. Bir dənə deyirsən, amma o deyir, bir tanem daha qəşəng çıxır məsəl üçün. Mən tatlı deyirsən məsəl üçün, amma digər tərəfdən gözəl deyə bilərsən də bu insan, şirinsən deyə bilərsən də. Peşəkar mühitdə də danışanda adətən bu kim deyəndə, məsələn, tanımadığın bir adamın şəklini atırsan, yazır ki, bu kim. Bu daha belə yüngül, şirin səslənir, nə ki, bu kimdir yazanda. Belə düşünən insanlar da var. Biz öyrəşməmişik sadəcə. Onu deyirəm də, təsir altına düşən biz insanlar. bunu təhrif hesab etməliyikmi? Məncə hə. Mən ümumiyyətlə bu şəkilçi məsələsində biraz daha həssasam. Şəkilçi məsələsi ona görə həssasdır ki, Azərbaycan dilinin xüsusi qrammatikası var və biz tutaq ki, xəbər şəkilçisindən istifadə edirik məsələn. Türklər bunu müəyyən qədər istifadə eləmirlər deyə, müəyyən tip cümlələrində yoxdur və verilən örnəkdə də məsələn elə bu kim? Bu kim məsələn? Niyə olmasın ki? Sadəcə Mən bu danışdığım, yəni sıfırlandı da heç bir mövzu yoxdur. Amma mən bir dənə sual vermək istəyirəm. Bax bizim kontekstimiz bu gün mövzumuz odur ki, rus dilinin Azərbaycan dilinə təsiri rusca danışan var, amma əvvəlki videolarımızdan belə deyim, yola çıxaraq və gələn reaksiyalardan yola çıxaraq sizə bir sual vermək istəyirəm. Bizim dilimiz türk dilidirmi? Yəni ümumi baxanda. Bizim dilimiz daha çox türk dili, nəinki türkçə. Biz bundan həmfikirik, həm də belədir də, reallıq budur ki, yəni sözlərin kökünə, istifadə olunan kəlmələrə baxanda Azərbaycan dili daha çox türk dilidir. Bunu izah eləmək və ya bunu aydınlaşdırmaq istəyirəm ki, niyə görə biz Azərbaycan dilində danışmaq deyəndə türk düşməni olaraq görülürük? Yəni sanki türk dilində danışmaq istəmirik. Türk dili bizə yad bir dildir. Yəni bizim buradakı məqsədimizi məncə açıqlamaq lazımdır. Çünki insanlar bunu tamamilə fərqli başa düşür və məncə buna ehtiyac var. Türk coğrafiyası, türk dünyası yalnız Türkiyədən ibarət deyil. Tamamilə razıyam. Və yalnız Türkiyədən ibarət olmamaqla yanaşı, türk dillərinin sayı çoxdur. Tək Türkiyə və Azərbaycan türkçəsindən söhbət getmir. Türkmən dili var, Qazax dili var, Özbək dili var, Qırğız dili var, İraqda yaşayan türkmanların dili var. Çox saya bilərik. Qaraqalpaqlar var, Uyğurlar var, Uyğurlar var, çox var. Həddən artıq çoxdur. Və bu dillərin arasında bəlkə də, bunu mən tam dəqiq məlumat olaraq demirəm, sadəcə bir ehtimal, ən çox türklükdən çıxmış dil Türkiyə türkçəsidir.
Çünki qərbə daha çox Çünki qərbə meyillidir. daha çox. Mən bunu pis niyyətlə, yəni türk dilini kiçiltmək mənasında demirəm. Sadəcə fakt olaraq deyirəm. Daha çox xarici sözlərin təsirinə məruz qalmışdı türk dili. Çünki qərbə, Avropaya daha çox yaxındır və oradan daha çox təsir altına düşüb. Biz deyəndə ki, Azərbaycan dilində danışın, sadəcə öz dövlətimizin, öz ölkəmizin bu sərhədlər daxilində olan azərbaycanlıların yaşadığı öz ana dili, öz Azərbaycan dilində danışın demək istəyirik. Biz türklüyə qarşı bir burada çıxış eləmirik. Təbii ki. Bunu Belə bir aydınlaşdırmaq niyyətimiz lazımdır olsaydı, sadəcə. biz rus dilinin də bu gün mövzusunu danışırıq. Məncə insanlar üzrüm sözü kəsirəm. Məncə insanlar arqument tapa bilməyəndə sırf onu bu məsələyə toxunurlar. Rekveriyə bu Məncə subyektiv hər hansı bir qıcıq yarandığı halda. Necə? Məsələn, hər hansı subyektiv yanaşma olanda belə şəxsə yönəlmiş bir Bəli, məsələn, Nərmin örnəyində həqiqətən ortaya qoya bilməyəndə fokuslandıqları məsələ odur ki, türk qadını, türk insanı, türk gücü. Yəni məsələ burada türkçülük deyil. Bunu mən özümdə şəxsən necə aydınlaşdırmışam, daha doğrusu mənim üçün necə aydınlaşıb konkretləşib. Mən bir videoya baxırdım, orada özbək qız danışırdı. Yəni çox təsadüfi çəkilmiş bir video idi. Yəni hazırlanmış podkast tərzi bir şey deyil. Ondan soruşurlar ki, siz Özbəkistanda Türkiyəlilərlə, türklərlə yox, Türkiyəlilərlə evliliyə necə baxırsınız? Belə bir sorğunun sadəcə bir iştirakçısı idi bu qız. Deyir ki, biz yaxşı baxmırıq, biz qanımızı qatmaq istəmirik. Burada belə bir sual, belə bir məsələ ortaya çıxdı ki, bəs türk necə yəni qanı qatmaq? Onların cavabı, yəni konkret, yəni bu ikinci bir sorğu mövzusuna çevrilmişdi. Konkret cavab isə bu idi ki, Türkiyə türk adını o qədər mənimsəyib ki, sanki başqa dövlətlərin heç biri türk deyil. Və bu baxımdan indi biz rahatlıqla deyə bilmirik ki, Azərbaycanca danış. Halbuki bu bizim dövlətimizin dilidir. Necə ki, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın öz dili var. O dil tələb olunur və ya olunmur. Bunun bizdə aidiyyəti yoxdur. Bizdə olunur. Bizim dövlətimizin dili Azərbaycan dilidir və burada bizə belə reaksiyalar söhbəti deyil, amma məsələn bəziləri deyir ki, sən niyə gəlmirsən bura, hələ də Azerice konuşuyorsun da məsələdir. Buna irad tuta bilirsə kimsə, mən də öz ölkəmdə yaşayan insanların, ələlxüsus Azərbaycanlı olan insanların türkcə, yəni Türkiyə türkcəsində, rusca və yaxud səbəb olmadan xarici bir dildə danışmasına, yəni normal qarşılaya bilmirəm. Bizdə o baxımdan vəziyyət çox acınacaqlıdır. Biz sadəcə Azərbaycanlıların Azərbaycan dilində danışmağını istəyirik. Yəni gələnlərlə öz dillərində yox. Onlar gələnlərin türkcə danışmağını istəyir, yəni öz ölkələrinə gələnlər. Biz kimsə gələndə kimsə gəlsin görək biz başqa dillərdə danışa bilirikmi? Elə bir növ testə girir. Təklif tələb yoxdur da. Sadəcə könüllü Seçimdir də, şəkildə. belə istəyirsən. Bayaq dediyim məsələ də seçim və sevgi. Sevirsən o ölkəni və o ölkənin dilində danışmaq istəyirsən. Bu qədər bəsit. Budur məsələ. Onda niyə Azərbaycan deyə bir dövlət var? Yox, ümumiyyətlə üzr istəyirəm İmran. Azərbaycan Türkiyə məsələsidir. Bir millət iki dövlət. Bir millət iki dövlət idi qardaş. Onda sən niyə gəlib Türkiyədə danışanda Azərbaycan sənə etiraz edir ki, bura Türkiyə niyə danışmırsan? Yəni əslində adamlar haqlıdırlar. Türkiyədəki insanlar tam haqlıdırlar. Onu tələb etməyə səndən. Düz deyirlər. Nə olar? Bunu qınayan yoxdur. Əlbəttə. Yəni əksinə onu misal kimi biz çəkirik ki, bax onlar belə edirlər. Bəli, əlbəttə. Biz onu burada pisləmirik ki, oradakı türkiyəlilər, yerli əhali bizdən bunu tələb etməlidir. Yaxşı, elə burdan belə bir sual yaranır. Hamı başa düşür deyərək dilimizi pozmuruqmu? Təbii ki. Türkiyə türkcəsində danışanda bu dilə qarşı bu dilə qarşı türk dilinə yaxın, rus dilinə müqayisələ türk dilinə daha yaxın dildir Azərbaycan dili və Azərbaycan dilində insanların əksəriyyəti də, danışan insanların əksəriyyəti də bunu əldə rəhbər tutur ki, onsuz başa düşülürük də, nə ehtiyac var ki? Fakti mən Türkiyədə olanda çox səthi yanaşırlar. Bəli, məsələ odur. Yəni əslində elə deyil. Bizim əsas başa düşmək. Fərqli olduğumuz məsələlərin birində mən Türkiyədə olarkən ictimai nəqliyyatın istifadəyə yaşamışdım. Bir Türkiyədən soruşdum ki, nə zaman düşərim? Düşmək biz paytaxt məsələsi. Yox, paytaxt yox. Nə zaman düşərim? Yəni metrodan düşmək deyirik də biz, çıxmaq. Nə avtobusdan düşmək də. Onlar inmək deyir, biz düşmək deyirik də. Baxdı və ki, düşmək nədir? Yəni
adam əslində haqlıdır belə təcrübələnməyində. Axı onlar gözümdən düşdü. Yox, avtobusdan biz onlarda düşmək, qəza, yıxılmaq, düşmək. Amma bizdə məsələn hər sözü başa düşmürük. Onu deyirəm də, yəni çoxlu fərqləri var bu dildə. Yəni. Yaxşı, niyə biz onların dilini belə yaxşı bilirik, onlar bizim dilimizi bilmir? Onun ikisində də danışdıq burada televiziya, sosial şəbəkələr. Dedim də, yəni çox böyük tərəflər var. Qaldı ki, rus dilinə, rus dili belə deyil. Mən istəyirdim, türk seriallarına baxmalı. Məsələn, Sovet dövründə Sən deyirsən ki, niyə qorxursan bu adamdan? Qorxacaq. Belə oldu. Nəysə, yəni belə deyək də, türk dili və rus dili misalını çəksək bu ölkə üçün çox dilli arqumenti, çox dilli sualından yola çıxaraq, yəni insanlarda bizdə məsəl üçün əksər insanlar yazdılar. Biz ilk dəfə video çəkəndən sonra ki, gedin rus dilinə pisliyində niyə ancaq türk dilinə yapışmısınız? Yəni insanlar bizsiz necə yanaşırlar? Ümumiyyətlə rus dilindən danışma deyən insanlar var bizim ölkədə ki, öz dilimizi qoruyaq dedilər, amma eyni dərəcədə türk dilinə olan şeylərini göstərmirlər. Yəni rus dilinə qarşı həssaslıqlarını türk dilinə qarşı göstərmirlər. Bir insan rus dilində danışanda qınayırlar ki, niyə rus dilində danışır? Bu ölkənin dövləti Azərbaycan dili. Amma bir insan türk dilində danışanda eyni dərəcədə həssas yanaşmırlar. Niyə? Çünki bir millət iki dövlət arqumenti ortaya çıxır. Çünki qardaş ölkə və bu yol verilən. Bu olmalıdır. Dil pozulsa belə. Bəli, bu olmalıdır. O dəfə də misal çəkdiyim kimi də İngiltərə misalında, İrlandiya, Şotlandiya, US misalında, yəni onlarda biraz US daha radikaldır ingilis dilinə qarşı, öz dillərinə danışırlar. İrland dili deyə bir şey bildiyim, yəni belə o bir neçə mənbələrdə oxuduğum qədərilə US dili qədər ingilis dilinə tabe olmuyor. Yəni daha doğrusu US dilinə fərqli olur. Digər iki dil, İngilis və Şotland dili daha çox İngiltərə, ingilis dilinə meyl edir, yəni ki US dili. Amma adamlar düzdür, təbii ki, onların arasında düşmənçilik də olub, tarixi məsələdir. Biz Azərbaycan Türkiyə arasında elə bir şey olmayıb. Amma Azərbaycan Rusya arasında bəlli bir şeylər yaşamışıq hər halda. Yaxın keçmişimizdə də yəni bunu açıq hiss etmişəm, amma onunla belə məsəl üçün onu da demək düzgün deyil ki, hələ deyirlər ki, dil siyasətin aləti deyil. Yox, böyük bir təsiri var. Ümumiyyətlə bu ölkədə, yəni mən heç kimə şəxsi olaraq deyirəm ki, deyə bilmirəm ki, niyə rusca danışırsan? İnsan da istədiyi dil sən deyə bilmirsən, düzgün deyil məncə. Rus dilində danışa bilər. Çünki təbii ki, iki insan Azərbaycanlı və rus dilində təhsil alıbsa bu iki insan, yəni rus dilində tədris almış iki insan təbii ki, öz dilində rus dilində danışmağı daha normaldır. Nəinki Azərbaycanlı olur rus dilində danışmağı. Mənim fokuslanmağım məsələ budur. Yəni təbii ki, Azərbaycanca danışmalıdır şəxsən. Daha rahat ünsiyyət vasitəsi kimi rus dilini seçə bilərsə bu insan, mən o insanı qınaya bilmərəm. Amma biri var ki, Azərbaycanlı ola-ola səni rus dilinə müraciət edir bu insanlar. Məsələn, bir neçə dəfə restoranlarda bir dəfə mənim və bir dəfə də yaxın çevrəmdə bir iki insanın yaşadığı təcrübəyə əsasən deyirəm ki, restorana girirsən, sənə rus dilinə müraciət edirlər. Bu arada həm Nizami küçəsindəki bir çox restoranlarda elədir. Bəli, olub. Adam yəni üzr istəyirəm. Əziyyət çəkirsən ünsiyyət qurmaqda. Belə deyək də, əksər hallarda adam vizualcadan sənə baxanda bilirsən rus siman yoxdur. Yəni Avropalı, Rusiyalı belə deyək də, Azərbaycanlı açıq-aşkar hiss olunur. Bu artıq ciddi dərəcədə ilişməkdir və hörmətsizlikdir. Həm şəxsə qarşı, həm də dilə qarşı. Evet. Budur məsələ. Yəni bunlardan daha çox danışmalıyıq. Bunlara daha çox fokuslanmalıyıq ki, niyə bəs restoran belə bir tələbdə iştirak edir ki, rus dilini bilən belə deyək də süfrəçi tələb olunur. Bəli, bir növdə. Yəni o biraz məncə çobuddur. Yəni Azərbaycanda çoxlu rus turistlər də yoxdur ki, deyim ki, hə də rus dilinin bu qədər böyük təsiri var, rus millətin bu qədər təsiri var. Yox, təbii ki. Ondan sonra beynəlxalq dilə ingilis dilinə müraciət edirsə, mənim başıma gəlib bir dəfə eynək taxıb gəzirdim şəhərdə. Mənə yəqin ki, Hindistanlı oxşatmışlar. İngilis dilinə müraciət etmişlər. Dedim ki, Azərbaycanlıyam da. O deyil. O yəni belə vizualcadan oxşadanlar çox oldu ya, ona biraz normal yanaşdım. Amma mən axı rusa oxşamıram. Ya mən o slavyanlara oxşamıram da sən mənə bu dildə müraciət edəsən. Bizə yazılan şərhlərin arasında belə bir şərt də var idi ki, nəyə görə türk dilinə qarşısınız, amma ingilis dilinə qarşı deyilsiniz. İngilis dili beynəlxalq dildir birincisi, yəni bu müqayisə olunan bir şey deyil. Və biz heç yerdə çağırış eləməmişik ki, türk dilində Türkiyə türkçəsindən danışmayın, amma gəlin ingiliscə danışın. Qlobal məsələdə məsəl üçün bir kontent yaradan şəxs olaraq təbii ki, ingilis dilində yaratsan daha yaxşı olar kimi də bir növ. Amma məsəl üçün düzdür, hər bir şəxsin öz seçikdir, amma sənin çevrən, sənin auditoriyanın Azərbaycan dilindədirsə, mənim orada ingiliscə danışmam belə absurd səslənəcək. Fərqi yoxdur. Əlbəttə. Mən istəyirəm orada fransızca danışım. Mənim auditoriyam fransız auditoriyasına xitab edirəmsə və həqiqətən izlənirsə, mən təbii ki, digər dilləri yox, təbii ki, fransız dilinə, italyan dilinə, hansı ki, ölkənin dilinə xitab edirəm. Orada
o dildən istifadə edəcəm. Bir neçə misal çəkmişiz keçən dəfə verilişlərdən, daha doğrusu verilişdən qabaq. Bu normal qarşılayıram mən öz subyektiv olaraq. Mən məsələn indi bağ deyirəm, məsələn bayaqki söhbət, bilirsən, yəni. Bilirəm. Rahat ol Azərbaycan dilində. Məsələn mən fikirləşirəm ki, bu ilk biz toxunduğumuz mövzulardan biri təhsil idi. Niyə görə valideynlər övladlarının rus bölməsində oxumağını istəyirlər və yaxud rusca danışmaq. Mənim şəxsən 28 yaşım var. Mən bu cəmiyyətdə böyümüşəm. Sizin oxuduğunuz, yəni hamının oxuduğu bu ölkədə məktəblərdə, liselərdə oxumuşam, universitetdə biraz da olsa burada oxumuşam. Yəni bu mühiti tamamilə görmüşəm. Mən şəxsən rusca bilmirəm. Bizim evdə rusca danışılır, desəm tam dəqiq olmaz, amma məndə də eyni vəziyyət. Yəni rusca bilmirəm, amma mənim valideynlərim yəni tərtəmiz ana dili kimi rusca bilirlər və bizim evdə təbliğat olmasa da rus filmlərinə falan daha çox baxılır. Nədən danışıram? Mən uşaqlıqdan bunun əksiliyini hiss eləyirdim. Hələ özümə sübut eləməmişdən əvvəl, belə deyim də, özümü tanımamışdan əvvəl. Bunu böyük əksiklik kimi düşünürdüm. Düşünürdüm ki, mən rusca bilmirəmsə yarımçıq bir insanam, yarım bir adamam. Niyə görə mənim ətrafımdakı insanlar rusca danışa bilir? Niyə görə ətrafımdakı insanlar bir-biri ilə danışıb bilir və mən buna müdaxilə eləyə bilmirəm? Elə oldu ki, mən gəldim işdə də bu mənzərə ilə qarşılaşdım. Azərbaycanda, yəni belə deyim də, mətbu orqanlardan biri, dövlətin mətbu orqanlarından biri və içəridəki insanların hamısı rusca danışır. Rus dillidir. Və bu təbii ki, xoş bir şey deyil. Yəni burada məsələ düşmənçilik deyil. Bayaq Əkbər deyir ki, mən razıyam, öz aralarında danışa bilərlər. Mən də razıyam. Yəni iki insan rus dilində təhsil alıbsa, evdə danışılan dil rus dilidirsə, bu səhvdir, bu ayrı məsələdir. Bu olmamalıdır, bu başqa məsələdir. Rusca danışırsa, yəni bunu başa düşmək var, öz seçimidir. Sən onu bu demək deyil ki, bu ölkəni sevmir. Heç bir təzyiq göstərə bilməsən. Məsələ budur ki, bu insanların bəziləri Azərbaycanca bilmir. Azərbaycanca bilməyi özünə şərt bilmir. Azərbaycanca bilmək onun üçün heç bir əhəmiyyət kəsb eləmir. Çünki onun bu ölkədə Azərbaycan dilinə ehtiyacı yoxdur. Getdiyi restoranlar, kafelər istənilən məkanda rus dili ilə bir növdə çubuğunu sudan çıxarda bilir. Onun üçün əhəmiyyətli deyil ki, kimsə ondan Azərbaycan dili tələb eləyəcəyinə baxsa. Çünki bu heç vaxt qarşılaşmadığı bir mövzudur. Yəni bu insan, yəni bu əslində çox həssas mövzudur. Mən məsələn işimlə bağlı Azərbaycan xalq artistləri ilə, əməkdar artistləri ilə, sənət adamları ilə ünsiyyətdə oluram. Bunların arasında elələri var ki, indi at çəkmək müəyyən qədər düzgün olmaz deyə düşünürəm. Bəlkə nə vaxt saatlar da çəkilər. Bu insanın 70 yaşı var, Azərbaycan xalq artistidir. Ömrü boyu bu ölkədə yaşayıb, amma Azərbaycanca bilmir. Mənə deyir ki, müsahibəni olar rusca götürək. Niyə? Səbəb nədir də buna? Sən niyə öz dilini bilmirsən? Ya da sən Məşdağada yaşayırsan da, qardaş, Bakının bir kəndində, amma Azərbaycanca bilmirsən. Ya bu hörmətsizlik deyil, bəs nədir? O nöqteyi nəzərdən yanaşan, təbii ki, mən sənə ikərli razıyam və mən də eyni fikirdəyəm bu arada və qeyd etdiyim o iş sektorda mən də eyni şeylərlə rastlaşmışam. Hal-hazırda demək olar ki, məndən başqa hər kəs rus dilində bilir və danışır. Amma məndən danışmırlar rus dilində. Mənlə rus dilində danışmağa çalışan insan belə, mən ona danışmıram. Yəni bunu mən utanmıram da bunu etməkdən. Deyirəm ki, Azərbaycanca danışır, mən sən başa düşmürəm. Ya da biriniz tərcümə edin, mən deyirəm. Açıq şəkildə bunu ifadə edirəm. Bir neçə nəfər olub ki, o dili öyrəşib və rus dilini öyrənib. Mən dilə qarşı deyirəm, sadəcə içimdə yatan bir xırda bir prinsipiallıqdır bu. Məsələn, rus dilini iki insan danışır bir-birinə, salam edəcəksə, o sən rusca salam verir, mən Azərbaycanca cavab verirəm. Salam, sabahınız xeyir, mən deyirəm. Dobro otur deyirəm, deyirəm, sabahınız xeyir. Amma dobro otur deyə bilərəm. Amma mən axı bu dili bilirəm də. Mən Azərbaycanca, bu şey deyil, yəni bu düşünülə bilər ki, mən burada yersiz millətçilik edirəm, nəmli edirəm. O dəfə ki, Gürcü misalındakı kimi yox. Sadəcə mən bu ölkədəyimsə, sən qarşındakı insan Azərbaycan dilini başa düşürsə, başa düşdüyünü anlayıramsa, mən onunla Azərbaycan dilində danışıram, Azərbaycan dilində cavab verirəm. Mən də elə. Mənim valideynim atam məsələn rus dilində o dəfə qeyd etdim, rus dilini ruslardan da daha yaxşı bilir və özü demişdi məsəl üçün Rusiyadakılar demiş ki, sən bizim dili bizdən daha yaxşı bilirsən. Bu necə bilmirsən? Azərbaycan kimi dağlıq rayondan çıxmısan. Deyib yəni öyrənmişəm, amma gündəlik mühitində atam Azərbaycanca danışır, valideynim təbii ki, sən deyən misalda
Amma mən heç vaxt sənin kimi fikirləşməmişəm də, bu mənim üçün bir yarımçıq bir şeydir qətiyyən. Çünki mən daha çox axına qarşı gedən olmuşam adətən də. O rus mədəniyyətinin hakim olduğu çevrədə də, türk mədəniyyəti hakim olduğu çevrədə də həmişə o spesifikliklə seçilməyə çalışıram. Əslində bu spesifik olmamalıdır belə baxanda. Mən bunu övünməli deyiləm əslində qalanda. Amma madəm belədirsə, məsəl üçün bayaq qeyd edirəm, iki rus dilini bilən insan bir öz dilində danışır. Yəni bu normaldır mənim üçün, anormal bir şey deyil. Amma Azərbaycanca bilərsə, mən Azərbaycanca danışıram. Amma düzdür, İmran ki, bilə-bilə bunu ar bilirlərsə özlərinə, yaxud da Azərbaycan dilinə aşağı baxırlarsa, fərqində olmadan alçaldırlarsa, mən bunu qəbul edə bilmirəm. Tək rus dilinə qarşı deyil, türk dili, ingilis dili olsun, o dəfə deyirəm plaza dilləri. Müəyyən çərçivədə hamımız danışırıq plaza dilində, amma onu rəsmiyyətə gətirəndə, orada yazmırıq da hər halda. O qədər insan tanıyırım ki, əziyyət çəkir Azərbaycanca yazmağa. Yaza bilərsən maillərimizi. Deyirəm, Azərbaycanca yazmağa nə var ki? Biz biri var Azərbaycan dilində yaza bilmək, yəni nəyisə düzgün yazmamaq ədəbi dildə. Biri var ümumiyyətlə Azərbaycan dilində yaza bilməmək. Düşüncə çünki rus dilindədir. Rusca düşünüb bu adam Azərbaycanca danışarkən əziyyət çəkir. O insanlarla mən Azərbaycanca danışıram. Bu mənim üçün bir şey deyil. Bu millətçilik deyil bu arada. Və Azərbaycanda yaşaya-yaşaya o zənciri qırmaq çox asandır əslində. Mən də həmişə rus bölməsi olmuşam və rus dilində düşünmüşəm. Mən televiziyada işləməyə başlayanda aydın məsələdir ki, Azərbaycan dilində veriliş aparım, Azərbaycan dilində danışmalıyam. Mən fikir verdim ki, mən bir müddət rus dilində düşünürəm və rus dilində düşünüb onu dilimi Azərbaycan dilinə gətirmək doğrudan çox çətindir və o saniyə hiss olunan bir şeydir. Evet. Və nəzərə alsaq ki, sənin ətrafın, mühitin Azərbaycan dilində danışanlardır. Çox asan bir şeydir onu öyrənmək. Çox asan bir şeydir. Bir müddət bundan əvvəl bir ildən çox olar. Kanalların birində bir verilişin redaktoru idim. Ora Azərbaycan film sahəsində müəyyən bir özünə məxsus imzasını atmış rus dilli bir şəxs qonaq gəlmişdi. Bunun üçün hər cür şərait yaradılmışdı. Tərcüməçi filan, rus dilində danışacaqsan belə. Normal olaraq aparıcı qonağı salamlayır. Rus dilini bilirsən, Azərbaycan dilində danışa bilmirsən, başa düşürəm hamısını. Salamı belə Azərbaycan dilində verə bilərsən, əminəm bunu, verə bilərsən, amma vermirsən. Niyə günah bizdədir? Çünki tələb yoxdur. Təbii ki. Tələb yoxdur. Adam zdrasti deyir. Bir dənə salam deyir, hörmətini bildir. Salam demək daha asan təsnif. Zdrasti, uzun. Deyə bunu deyə bilərsən. Tam da bundan danışmaq istəyirəm. O nüans belə sırf o bir dənə salamı desə, qıcıqlandırır da insanı, hörmət eləmirsən. Sənin dili və hörmət empatiya ilə yanaşacağam. Deyəcəm ki, Azərbaycan dilini bilmirsən, yaxşı bilmirsən, yaxşı danışa bilmirsən, biabır olmaq istəmirsən, qınaq obyekt olmaq istəmirsən, rus dilində danışmağı seçirsən. Mənim kimi rus dilinə nifrət edəndə buna tolerant yanaşacaq. Amma sən salam əvəzinə strasti deyirsənsə, deməli problem var. Strasti yox. Nə demək də istəmirəm. Nəysə də onlar. Deməli burada bir problem var. Sən bizə qarşı hörmətsizlik eləyirsən. Konkret olaraq. Məncə özümüzə qarşı etdiyimiz hörmətsizlik. Əlbəttə. O da bunu görür, bunun qarşılığında o da eyni şey eləyir. Ya sən özünə hörmət eləmirsənsə cəmiyyət olaraq, mən niyə eləyim? Qeyd etdiyimiz kimi çox böyük, dərin mövzudur və xüsusi məsuliyyət daşıyan bir mövzudur. Xüsusi bizim məsuliyyət daşımalı olduğumuz bir mövzudur. Çünki burada fikir bildirərkən hər hansı bir mövqe məsələsi var. Ona görə mən təklif edirəm ki, ikinci hissəni başqa bir zaman, Bu məsələ yenə qayıdarıq. Çünki aktual mövzudur həqiqətən də. paylaşaq. Mütləq.